Hər vaxtınız xeyir olsun əziz əməkdaşlar. Mən bugün sizə Klub 500-ü hardan izləyə bilirik, sertifikatlarımıza hardan baxa bilirik və Klub 500-ü necə götürə bilirik? Bunun qaydasını öyrətmək istəyirəm. Həmişə olduğu kimi biz Google-dan Siberian Wellness az səhifəsinə daxil oluruq, öz kod və şifrəmizi yazırıq və daxil oluruq səhifəmizə. Baxın, səhifəmizə daxil olandan sonra gəlirik aşağıya. Baxın, burada sizin üçün proqramlar. Klub 200, Klub 1000. Bizə nə lazımdır? Klub 500. Əvvəllər Klub 1000 idi, indi Klub 500. Yəni, indi başa salacağım sizə. Klub 1000-in üstünə basırıq. Gəlirik, bu səhifəyə giririk. Klub 1000 nədir? Qar dənəciklərini toplayın, onları sertifikatlara dəyişin. Deməli, bütün qar dənəciklərini toplayırıq. Şirkətin ən qabaqcıl məhsulları üçün 1000 manatlıq sertifikat əldə edirik. Proqram necə işləyir? Hər ay 200 və daha çox bal dəyərində alış-verişlər edirik. Alış-verişlər etmək üçün yeni müştəriləri dəvət edirik və onlarla birlikdə hər ay 500 və daha çox bal dövriyyəsi edirik. Yeni imtiyazlı müştərilərdən söhbət gedir. Yəni mən əgər şəxsən öz adıma yeni imtiyazlı müştəri dəvət edərəmsə və onun vurduğu bal mənim şəxsi balım hesablanır. Onlarla bərabər 500 və daha çox bal dövriyyəsi edirik. Və üçüncü, wellness qar dənəciklərini qazanırıq, onları toplayırıq və sertifikatlara dəyişirik. Diqqətli olaq, 1000 bal 2 qar dənəciyi deməkdir. 500 bal 1 qar dənəciyi deməkdir. Bütün qar dənəciklərini toplayırıq və proqram üzrə maksimal qazanc əldə edirik. Ümumi olaraq məbləğ 1000 manat olmaqla 2 sertifikat götürürük. Baxın, sizin maksimal sərfəniz 24 qar dənəsinə görə 1000 manat məbləğində sertifikat əldə edirik. Diqqətli oluruq, əgər biz 3 qar dənəciyi yığarıqsa, toplayarıqsa 75 manatlıq sertifikat, 6 qar dənəciyi toplayarıqsa 150 manatlıq sertifikat, 10 qar dənəciyi toplayarıqsa 300 manatlıq sertifikat və 12 qar dənəciyi toplayarıqsa 500 manatlıq sertifikat əldə edirik. Əgər biz bu sayıları, qar dənəciklərinin sayını 2-yə qatlasaq, yəni 2 dəfə artırsaq, onda məbləğ də 2 dəfə artacaq. Yəni 12 yox, 24 qar dənəciyinə görə 1000 manatlıq sertifikat əldə edirik. Və bu sertifikatları hardan izləyə bilirik? Gəlirik aşağıya, baxırıq səhifəmizə. Deməli, Klub 1000 proqramı üzrə nəticələrə baxaq. Mənim detallaşdırmam. Nəticələrə daxil oluruq və baxırıq, görək, mən, daha doğrusu bu əməkdaş deyilən qaydalara əməl edibmi? Baxın, oktyabr ayında 328 şəxsi bal dövriyyəsi edib. Noyabrda 254. Demək ki, hələ tamamlamayıb. Qalan ballar bulardı və 518-20 görürsünüz. Qar dənəciyinin verilməsi üçün bal qaldı. 125.3 bal qaldı. Tamamlanmadı. Amma oktyabr ayında 518 bal dövriyyəsi edib bu əməkdaş. İndi gəlirik, buradan çıxırıq, gəlirik aşağıya. Qar dənəciklərinin sertifikata dəyişdirilməsi. Əgər bu əməkdaşın qar dənəcikləri varsa, bunu necə sertifikata dəyişirik? Gəlib bu səhifəni tapırıq, qar dənəciklərinin sertifikata dəyişdirilməsi və qar dənəciklərini dəyişmək düyməsinə basırıq. Gəlirik bura. Əgər sertifikat varsa və onu dəyişmək istəyiriksə, bax bu səhifədə yaxınlaşdırdım. Baxın, görürsünüz, bizim qar dənəciyimiz 1 ədəd. Qar dənələrinizin sayı 1. Mükafat 75, 150, 300 və 500 manatlıqdır. Əgər sertifikat varsa və biz onu istifadə etməmişiksə, mütləq, baxın, burada hamısı istifadə olunub. Sağ tərəfdə, deməli, vastanovit, yəni əldə etmək, qar dənəsini götürmək. Onun belə bir ramka olacaq.
O düymənin üstünə basırıq və o sertifikatı, sadəcə olaraq burada sertifikat yoxdur, o sertifikatı deməli bərpa edirik. Bərpa edəndən sonra səhifəmizə daxil olub həmən o sertifikatı istifadə edirik. Çalışın hər biriniz Klub 1000-ə qoşulasınız və qazanan xanımlardan olasınız.